Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Çox hörmətli cənab prezident, Zati Alinizin doğum günü münasibəti ilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Xalqlarımızın dostluğunun və Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı dəstəyə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycan prezidenti kimi sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Ukrayna, Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpень şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan Ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir. Sizə möhkəm can sağlığı və dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzuluyuram, deyə Zelenskinin məktubunda qeyd olunub.